Fəth Suresi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim. Açıq aşkar zəfər vermişik sənə. Vermişik ki, sənin keçmiş və gələcək günahlarını bağışlasın, tamamlasın sənə olan nemətini, doğru yola yetirsin səni Allah və güclü bir yardım göstərsin sənə Allah. Möminlərin imanını artırmaq üçün onların ürəyinə arxayınlıq gətirən odur. Allahındır göylərdəki və yerdəki ordular, hər şeyi biləndir, müdrikdir Allah. Mömin kişilərlə qadınları içindən çaylar axan cənnətlərə salar o, oralarda əbədilik qalarlar. Onların təqsirindən keçər o. Budur o böyük qurtuluş Allahın dərgahında. Allahın barəsində pis bir zənnə düşən münafiq kişilərlə qadınların, butpərəst kişilərlə qadınların cəzalarını Allah özü versin. O pis gümanları öz başlarına gəlsin. Qəzəblənmiş, lənətləmiş, cəhənnəmi hazırlamış onlara Allah. Pisdən pis yerdir ora. Allahındır göylərdəki və yerlərdəki ordular. Güclüdür, müdrikdir Allah. Biz səni göndərmişik şahidlik eləyəsən, müjdə verəsən, xəbərdarlıq eləyəsən. Siz də Allaha və Rəsuluna iman gətirin, Rəsula yardım göstərin. Uca tutun adını səhər axşam öyün Allahı. Allaha beyət gətirmiş olur sənə beyət gətirənlər. Əlləri üstünə qoyduğun əlin Allahın əlidir. Andından dönən kimsə öz şərinə dönmüş olar. Allaha verdiyi əhdinə vəfa eləyən kimsə böyük bir əcir verəcək o. Savaşdan qalan bədəvilər malımızı, mülkümüzü, aləmizi qorumaqla məşğul idik. Allahdan məğfirət dilə bizim üçün deyəcəklər sənə. Ürəyində olmayanı deyir dilləri. De ki, sizə bir zərər ya bir yarar vermək istəsə Allah, onun qarşısını kim kəsə bilər? İşləklərinizdən xəbərdardır Allah. Siz eləzən elədiniz, öz əhlinin içinə daha qayıtmaz olar Rəsulla möminlər. Ürəyinizə yatımlı pis bir cənnət düşmüşdünüz. Bununla da özünüzü məhvə məhkum elədiniz Allahın dərgahında. Allaha və Rəsuluna iman gətirməyən kəs bilsin, şiddətli bir alov hazırlamışıq kafirlərə. Allahdır göylərin, yerin yiyəsi. İstədiyi kimsəni bağışlar, istədiyi kimsəyə əzab verər. Günahlardan keçəndir, rəhimdir Allah. Qənimət dalınca siz gedən zaman savaşdan qalan kəslər qoyun biz də sizinlə bərabər gedək deyəcəklər. İstəyirlər dəyişələr Allahın kəlamını. Qənimətin yalnız beyət gətirən möminlər üçün nəzərdə tutulduğunu
bildirən Allahın əmrini. De ki, bizim ardımızca getməyəcəksiniz. Sizə belə buyurmuş öncədən Allah. Deyəcəklər, xeyr, belə deyil. Bəllidir, siz bizə həsəd aparırsınız. Az bir qismindən savayı əslində bunların hamısı anlamaz kimsələrdir. Savaşdan qalan o bədəvilərə de ki, güclü, qüvvətli bir qövmlə savaşa çağrılacaqsınız. Onlar müsəlmanlığı qəbul eləyincə savaşmalı olacaqsınız. Bu əmrə itaət etsəniz əgər, Allah sizə gözəl bir əcir verər. Ancaq öncəki sayaq yenə də savaşdan çəkinsəniz, ağrılı bir əzaba uğradar sizi o. Ya kör, ya çolaq, ya da xəstə bir adam savaşdan qalsa əgər, batmaz heç bir günaha. Allaha və Rəsuluna itaətdə olan kəsi içindən çaylar axan cənnətlərə salar o. Haqdan üz döndərəni ağrılı bir əzaba düçar edər o. Ağac altında sənə beyət gətirən möminlərdən razı qalmışdır Allah. Ürəklərində olanı bilmiş, onlara arxayınlıq bəxş eləmiş və onlara vəd vermiş ki, yaxın vaxtda bir zəfərə yetişəcəklər. Bol-bol qənimətlər qazanacaqlar. Güclüdür, müdrikdir Allah. Bol qənimət qazanacağınızı vəd etmişdi sizə Allah. Və bunu dərhal sizə yetirdi ki, başqalarının üstünüzə uzanan əllərini dərhal geri çəkdi ki, sizi doğru yola yönəldə və dərs ola möminlərə sizin bu nümunəniz.